Lakin biz bugün kamil bir həsrətmədən, kamil bir sevgidən və bu sevginin kamil təzahüründən danışacağıq. Bu Efeslərə məktub 5-ci fəsil 2-ci ayəni oxumaq istərdim. Məsih bizi necə sevdisə, özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. Amin. Keçən həftəki ayədə belə bir mesaj almışdıq ki, zira Allah bu dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Yəni, biz burada ata Allahın sevgisini görürdük. Və bugünkü ayə bu ölümün həm də Məsihin sevgisinin izharı olduğunu görürük. Keçən həftə ata Allahın sevgisinin izharını görürdük. Bu həftə isə bu ayədə Məsihin də sevgisinin izharını görürük. Qalatalılara məktubda 2-ci fəsil 20-ci ayədə Məsihin ölümünü və Məsihin əzablarını anlayan həvari belə söyləyir. Məsihin əzabını və ölümünü anlayan həvari belə söyləyir. Məsihlə birlikdə çarmıxa çəkildim. Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram. Artıq mən yaşamıram. Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə, məni sevib uğrumda özünü fəda edən Allahın oğluna olan imanla yaşayıram. Artıq mən yaşamıram. Mənim üçün özünü fəda edən Allahın oğluna olan imanla yaşayıram. Nədir belə bir sözləri söyləməyə gətirən? Nədir insanı xudbin bir varlıqdan belə bir mövqeyə gətirən? Məsihin çarmıxı və o çarmıxı anlamağın, o çarmıxda nə baş verdiyini anlamaq gətirmişdi həvari. Sual verək özümüzə, nə dərəcədə mən həvari Pavel kimi düşünürəm? Nə dərəcədə mən bugün vicdan əzabı çəkmədən çıxıb bu sözləri deyə bilərəm ki, Məsihlə birlikdə çarmıxa çəkildim, artıq mən yaşamıram. Artıq mən yaşamıram. Məsih məndə yaşayır. Və biz niyə görə belə anlayışda olmamalıyıq? Demək ki, belə bir anlayışda olmaq mümkündür. Müqəddəs ruh ilə olduqda. Və həvari bunu söyləyir. Biz niyə görə belə anlayışda olmamalıyıq? Ölümü və əzabı ilə Məsih bizə öz sevgisini izhar edir. Ölümü və əzabı ilə Məsih bizə öz sevgisini göstərib. Baxın, bir insan bizə yaxşılıq etdikdə, əksər insanlar bunun əvəzini gözləyir. Çünki biz özümüz də beləyik. Biz yaxşılıq edərkən yaxşılığın əvəzini gözləyirik. Və kəlam söyləyir ki, Məsih sənə və mənə görə canını fəda edir. Məni Allahdan ayıran və səni Allahdan ayıran, bizi Allahdan ayıran nədir? Məni Allahdan ayıran mənim günahlarımdır. Səni Allahdan ayıran sənin günahların. Hər bir insanın yolu müstəqil, sərbəst, necə ki biz deyirik, mən azad olmaq istəyirəm. Azadlıq haqqında çox danışırlar və azadlıq haqqında əslində təhrif olunmuş bir anlayış var ümumi bəşəri. Və hər bir insanın yolu əslində bizim bu azadlıq dediyimiz əslində özbaşınalıqdır və bu özbaşınalıq bizi ölümə aparır.
Və əgər bizim təyinatımız, bizim yolumuz, bizim günahlarımız bizə ölümə aparırsa, biz necə ədalət haqqında deyə bilərik ki, biz necə ədalətə əsaslanıb deyə bilərik ki, mən ədalətə əsaslanıb özümə yaxşı bir şey gözləyirəm. Mən ədalətə əsaslanıb özümə xeyir-dua gözləyirəm. Kim əlini qaldırıb deyə bilər ki, mən ədalətə əsaslanaraq mən Allahdan lütf gözləyirəm, mən Allahdan mərhəmət gözləyirəm, mən Allahdan xeyir-dua gözləyirəm. Nəyə görə? Mən həmişə belə təsəvvürümə getirirəm ki, elə bir yer olsa ki, mənim bütün həyatımı və yaxud da ki, fraqmentlərlə çəkib mənim özümə göstərsələr bir film kimi, mən dəhşətə gələrəm. Biz öz düşüncələrimizdən, öz fikirlərimizdən nə vəziyyətdəyik? Hər bir insanın yolu onu ölümə aparır. Hər birimizin şəxsi yolumuz bizi əslində ölümə aparır. Ədalətə əsaslanıb heç birimiz xilas olacağımızı düşünə bilmərik. Heç kim Allahdan xilas olmağını tələb edə bilməz. Aramızda heç kim deyə bilməz ki, mən xilas olmalıyam. Nəyə əsasən? Biz Allaha yalnız mərhəmət üçün yalvara bilərik. Burada oturanların hər biri yalnız mərhəmət üçün yalvara bilərik. Biz ədalət deyil, yalnız mərhəməti diləyə bilərik. Ayədə oxuduq ki, Məsih bizi sevdiyinə görə özünü qurban edib. Gəlin düşünək, Məsih kimin üçün ölüb? Bütün dünya üçün ölüb. Bütün insanlıq üçün ölüb. Efeslilərə 5:25-də biz bu ayəni xülasə etsək, ixtisar etsək, belə bir məna açıq şəkildə bizə çatdırılır. Efeslər 5:25-də yazılıb, Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda edib. Məsih bütün dünya üçün ölüb, yoxsa imanlılar üçün ölüb, ona iman edənlər üçün ölüb. Ayə bizə açıq şəkildə deyir, Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda etdi. Hər birimiz, burada oturan hər bir insan, hətta ən kiçiklər belə, müəyyən və müxtəlif münasibətlər içindəyik. Hər birimiz müəyyən və müxtəlif münasibətlər içindəyik. Övlad-valideyn münasibətləri içindəyik. Yəni, aramızda elə yaşda olanlar var ki, vaxtı ilə özləri övlad olublar. İndi valideyndilər. Övlad-valideyn münasibətlərindəyik. Sevgi münasibətlərindəyik. Ər-arvad münasibətlərindəyik. Qardaş-qardaşla, qardaş-bacı münasibətlərindəyik. Dostluq münasibətlərindəyik. Və bizim üçün aydın məsələdir ki, və bu tamamilə normaldır ki, hər bir münasibətin öz çəkisi var, öz ağırlığı var. Olduğunuz münasibətlərinizi gözünüzün qabağına getirin. Hansı münasibət sizin üçün ağırdır, hansısa daha az əhəmiyyətlidir. Və bu münasibətlərin çəkisi var. Və bu çəkini müəyyən edən bizim bu münasibətlərə görə, indi aydın olacaq ki, nəyə görə çəkilidir bəzi münasibətlər. Bu çəkini müəyyən edən bizim bu münasibətlərə görə verməyə hazır olduqlarımızdır. Verməyə hazır olduqlarımızdır bu münasibətə görə. Siz fikir versəz ki, hansı münasibət sizin üçün dəyərlidir, siz görəcəksiniz ki, o münasibət üçün
siz daha çox ödəniş etməyə hazırsınız. Və yaxud da ki, artıq ödəniş etmişsiniz və yenə də hazırsınız ödəniş etməyə. Həyatınızın bir hissəsini sərf etmişsiniz, bütün həyatınızı da sərf etməyə hazırsınız. Nə qədər çox şeydən keçiriksə, bu münasibətə görə, nə qədər çox şeydən keçə biliriksə, o qədər bu münasibətin çəkisi var. İndi qəribə bir sual verəcəm. Aramızda kim valideyni üçün ölməyə hazır olur? Kim deyə bilər ki, mən valideynim üçün ölməyə nə zamansa hazır olmuşam və yaxud da ki, indi hazıram? Çox mənə elə gəlir ki, acınacaqlı vəziyyət olar. Yəni bir statistika aparsaq, demək olar ki, az olar belə evlat. Kim sevgilisinə görə ölməyə hazır? Düşünək, mən sizi səmimi olaraq Allahın ruhu qarşısında düşünməyə çağırıram. Kim sevgilisinə görə ölməyə hazır? Kim dostuna görə ölməyə hazır? Kim bacısına, kim qardaşına görə ölməyə hazır? Acı həqiqət budur ki, və bəşəriyyətin gizlənmiş, gözəl görünən simasında olan o maskanı çıxaran həqiqət budur ki, insanların əksəriyyəti özünə görə bütün bu insanları bu və ya digər şəkildə qurban verməyə hazırdır və əslində qurban verir də. Valideynini də, sevgilisini də, dostunu da, qardaşını da, bacısını da qurban verməyə hazırdır öz səadətinə görə. Bəşəriyyətin əsl siması budur. İnsanın əsl siması budur. Yəhya müjdəsi 15-ci fəsil 13-cü ayə bizə münasibətin çəkisini göstərən bir ayədir. Və kamil bir sevgini göstərən bir ayədir. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Ən yüksək məhəbbət göstərilir burada. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. İnsan obrazı belədir. Bu ayədən öncə, biraz öncə dediyimiz kimi insanın siması belədir. O ətrafındakılara, insanın siması əslində çox dəhşətlidir. O ətrafındakılara öz xoşbəxtliyinin qurbanı kimi baxır. O ətrafdakılara öz xoşbəxtliyinin qurbanı kimi baxır. Ailə, müəllimlər, dostlar, sevgilim, bütün əhatə mənim xoşbəxtliyimə xidmət etməlidir. İnsanlığın siması budur. İnsanlar bunu dilə gətirmir. Ancaq insanlar belə düşünür. Bu şuur altındadır. Və bizə ali sevgi, ali münasibətlər, ali fədakarlıq nümunəsini Məsih göstərir. Məsihin nümunəsinə baxaq. Məsihin nümunəsi bizə nəyi söyləyir? Məsihin öz sözləri ilə o deyir ki, mən gəlmədim ki, mənə xidmət edəsiniz. Əslində, xidmət olunmalı o idi. Əslində, biz ona xidmət etməli idik. Ancaq bizə xidmətin, bizə sevginin nə olduğunu göstərmək üçün o bizə xidmət edir.
o simasını itirib eybəcər bir halda olan, üzünə bərbəzək vuran bəşəriyyətə gəlir, sevgi nümunəsi göstərir ki, yaratdığı bir qiyafəyə getirsin onu. Öncədən necə idi, bizi o vəziyyətə gətirmək üçün bizə xidmət edir. Deyir, mən gəldim ki, mən sizə xidmət edim. Və çoxlarını satın almaq üçün öz canımı fidyə edim. Çoxlarını, baxın burada yenə də yazılıb, çoxlarını satın almaq üçün öz canımı fidyə edim. Mən bunun üçün gəldim. Mən gəldim ki, sənə, hər birimiz öz adımızı çəkək burada. O gəldi ki, mənə, o gəldi ki, sənə xidmət etsin və sevginin nə olduğunu öyrətsin. Ali sevginin nə olduğunu göstərsin bizə və göstərsin ki, sevgi sənin ağlında olan deyil, sevgi sənin məktəbdə, romanlarda oxuduğun deyil, filmlərdə baxdığın deyil, sevgi budur. Böyüyün kiçiyə xidmət etməsi, ağıllının ağılsıza, güclünün zəifə, varlının kasıba, külli ixtiyarın məhdud gücə malik olana xidmət etməsi. Bu mesajların içində, bu xəbərlərin içində, bu bizim düşüncəmizi alt-üst eləyən mesajların içində özünə sual ver. Mən kiməm? Mən hansı vəziyyətdəyim? Mənim hal-hazırki vəziyyətim necədir Məsihlə? Münasibətim necədir Məsihlə? Mən də bu ayədə deyir ki, mən gəldim çoxlarını satın alım. Mən də bu çoxların içindəyimmi? Deyir, mən gəldim ki, cəmiyyət üçün qurban olum. Mən bu cəmiyyətin içindəyim. Mən dostlarım üçün özümü fəda etdim. Mən Məsihin dostuyam. Yəhya 1:12-də yazılıb, əgər bu ayəni sən özünə aid edirsənsə, bəli, sən onun dostları içindəsən. Bəli, sən onun cəmiyyətindəsən. Bəli, sən o çoxların içindəsən. Yəhya 1:12-də yazılıb, onu qəbul edənlərin hamısına, Məsihi qəbul etmək nədir? Sadəcə sən Rəbsən, deyib, sağ ol, mən getdim, bir həftədən sonra gələrəm. Bir həftəni istədiyin kimi yaşamaq, bütün əxlaq normalarını pozmaq, bütün qanunları, qaydalara zid yaşamaq. Əgər siz bir sevgiliniz varsa, ona desəz ki, mən səni sevirəm. Mən dəfələrlə bu sözü demişəm, mən səni sevirəm, ancaq sənin sözlərini qəbul etmirəm. Mən səni sevirəm, mən sənə baxmağı sevirəm ancaq. Mən sənə toxunmağı sevirəm. Ancaq sən danışma. Sən mənimlə danışma, sənin sözlərini sevmirəm. İnanacaqlarmı sizə ki, siz sevirsiniz? Əgər sən Allaha deyirsən ki, mən səni qəbul edirəm, onun sözlərini qəbul etmirsənsə, onun dediyi kimi münasibətlərə daxil olmursansa, münasibətləri davam etmirsənsə, onun dediyi kimi gələcəyə baxmırsansa, sən onu qəbul mü edirsən? Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verib. Anlayırsan ki, bu bir ixtiyardır sənə verilir. Bu iman vasitəsilə sənə ixtiyar verilir. Digərlərində olmayan ixtiyar verilir. Sənin eşitdiyin mesajı dünya eşitmir. Sənin eşitdiyin ifşanı dünya eşitmir. Sənin eşitdiyin ifşanı dünya ümumiyyətlə başa düşmür. Biz anlamalıyıq ki, ifşanın özü bizim xeyirdanımızdır. İfşanın özü bizim o maskamızı çıxarır, bizim bütün eybəcərliyimizi göstərir. Və biz anlayırıq ki, bizə necə, kiminlə dəyişmək lazım. Məsihin əzabları və ölümü bizə hədiyyə verir. Burada yazılıb, ixtiyar verilir, yəni hədiyyə verilir. Nədir bu hədiyyə sənin üçün? Yalvarıram, səmimi olun, özünüzlə
siz Allahın hədiyyəsi haqqında düşündükdə ağlınıza, şuurunuza, ürəyinizə nə gəlir? Nədir mənim hədiyyəm? Puldurmu mənim hədiyyəm? Gözəl ailədirmi hədiyyəm? Gözəl evdirmi hədiyyəm? Bankda olan hesabımdırmı hədiyyəm? Əmlakımdırmı hədiyyəm? Nədir bizim hədiyyəmiz? Biz məsihçilərin hədiyyəsi nədir? Sənin hədiyyən nədir? Sən deyəndə ki, Allah hədiyyə verir, Allah ixtiyar verir, Allah səlahiyyət verir. Nədir bu hədiyyə sənə görə? Mənə görə. Mən bu hadisəni dəfələrlə danışmışam. Mənim həyatımda böyük bir iz buraxmış hadisədir. Yox, göydən heç nə görməmişəm. Səs eşitməmişəm. Mənim sadəcə elə bir vaxtlarım var idi, mən müəyyən bir vəzlərə qulaq asırdım və orada deyirdilər ki, mən Allaha dua etdim, istədim ki, Allah mənimlə danış, mən sənin səsini eşitmək istədim. Elə bir vəzlərin təxminən təsiri altındaydım. Yaşım 30-a yaxın idi. Və bir gün dedim, mən də belə edəcəm. Mən oturdum avtomobilə, bir dağa qalxdım, tənha idim. Dedim, Rəbb, sənin səsini eşitməyənə qədər, səndən söz almayana qədər evə döndü yoxdur. Və başladım dua etməyə. Bir müddətdən sonra bağıraraq dua etməyə başladım. Bilmirəm, mən qəhrəman deyiləm, bilmirəm, 20 dəqiqəmi keçdi, 30 dəqiqəmi. Onu bilirəm ki, 1 saatdan çox dözmədim. Səsim tutuldu, artıq bağıra da bilmirdim. Gördüm, susamağa başlayır. Bildim ki, bunun ardınca hələ aclıq da gələcək. Tam səmimi deyirəm, bilmirəm nə qədər vaxt orada oldu. Artıq dua etməyə gücüm də yoxdur, biraz ruhdan da düşməyə başladım. Və sərnişin oturacağında Bibliyanı götürdüm və sakitləşmişdim, mum kimi yumşalmışdım, artıq o iddia, o hikkə ki, mən indi səndən söz almayınca getməyəcəm, sönmüşdüm. Bibliyanı açıb oxumağa başladım, Əyyubun kitabını oxuyurdum. Və bir neçə ayədən sonra bu sözlərə rast gəldim. Orada Tanrı bu ayələr vasitəsilə mənə söylədi ki, vaxt gələcək, sən məni görəcəksən. Orada ayə belə yazır. Mən ona baxacağam. Başqası yox. Mən öz gözlərimlə onu görəcəyim. Və mənim üçün aydın oldu ki, mən özüm üçün deyirəm, yəqin ki, bu hər birimiz üçün belə olmalıdır. Mənim hədiyyəm, mənim onu görməyim olacaq. Bizim hədiyyəmiz, bizim onu görməyimiz olacaq. Və kəlam bunu vəd edir. Məsihin ölümü bizə ən böyük hədiyyəni verir. Və necə olub ki, mən bunu İncildə görməmişdim. Yəhya müjdəsi 17-ci fəsildə İsa dua edəndə deyir, ey ata, Yəhya 17-24-də də, ey ata, istəyirəm ki, mənə verdiyin şəxslər də mənim yanımda olsunlar. Mənim yanımda olsunlar demə, yəni məni görsünlər. Mənimlə birlikdə olub məni görsünlər. Məsih çarmıqda bunu edib. Məsih çarmıqda bizim yolumuzu açıb. Bu hədiyyəni bizə vermək üçün ən yüksək ödənişi etdi.
və bu Rəbbin sevgisinin nümayişidir. Qoy biz həyatımızı bu ali sevgiyə cavab kimi yaşayaq. Əziz qardaşım, əziz bacım, biz bu həyatı bu ali sevgiyə cavab kimi yaşayaq.